Müəllimlər, deməli, Newton qanunlarına aid maraqlı bir testlə sizi tanış eləmək istəyirəm. Deməli, bizim qrupa atılan sualdır. Deməli, deyir ki, kütlələri 6 kiloqram və 9 kiloqram olan üfüqi səthdəki KL cisimlərinə 20 Newtonluq F qüvvəsi şəkillərdəki kimi təsir edir. Şəkil 1-də K-nın elə təsir etdiyi qüvvə F1, şəkil 2-də L-in K-ya təsir etdiyi qüvvə F2 olarsa, buna sizdən F1 bölü F2 nisbətini tapın. Müəllimlər, bu tipli məsələlərdə həmişə birinci təcili tapırsan. Yəni birinci şəkil 1-ə baxaq. Bax, şəkil 1. Şəkil 1. Şəkil 1-dəki, deməli, mən təcili tapıram. Təcil A bərabərdir. Əvəzləyici qüvvəni, özü sürtünmədə yoxdur. Bölürəm toplam kütləyə. Yəni 20-ni bölürəm 15-ə. 9-dan 6-nın cəmi. Bu 5-ə ixtisar getsə, bu olur 4, bu olur 3. Deməli, təcili tapdım 3-də 4. İndi burada əsas məsələ nədir? Əsas məsələ. Deməli, K-nın elə təsir etdiyi qüvvə F1. Bax, biz bilirik ki, Newtonun 3-cü qanununa görə, əgər K elə tutaq ki, hər hansı bir, bizə F1 ilə deyib də, F1 qüvvəsi ilə təsir edirsə, elə L də K-ya, deməli, F1 qüvvəsi ilə təsir edir. Biz nə edəcəyik? Bax, bu hissəni götürürük, həmişə bu hissəni götürürük. Yazıram, F1 bərabərdir. Deməli, olacaq M, L vur A. Çünki A təcillə hərəkət edir axı bu. M, L-imiz 9-dur. A da verib də bizə 3-də 4. Deməli, tapdım ki, 9-u 3-ə böləndə 3, 12 Newton. Bax, birincisini tapdım. İndi keçirəm ikincinə. Şəkil 2. Şəkil 2-də yenə də həmişə birinci təcili tapırıq. Burada təcili tapıram. Yenə A bərabərdir. Əvəzləyici qüvvəni bölürəm toplam kütləyə. Əvəzləyici qüvvə 20-dir. Toplam kütlədə 15-dir. Yəni 20 böl 15 eləcə 3-də 4. İndi bizə deyir ki, yenə də deyir. Şəkil 2-də L-in K-ya etdiyi qüvvə. Bax, yenə də deyirəm. Əgər L K-ya tutaq ki, F2 qüvvəsi ilə təsir edirsə, bizə F2-ni deyir də. K da elə F2 qüvvəsi ilə təsir edir. Yenə bax, buranı mən dairəyə alacam. Solu da dairəyə ala bilərəm, sağı da fərqi yoxdur. Rahat olsun deyə mən sağı dairəyə alıram. Onda olacaq nə? Olacaq F əvəzləyici qüvvə bərabər MA. Deməli, burada əvəzləyici qüvvə, dairənin içindəki əvəzləyici qüvvə kimdir? F2. Kütlə nədir? O dairənin içindəki kütlə 6. Təcili də tapmışam 3-də 4. Bu da eləcək 8 Newton. Deməli, bizə də deyir ki, F1 böl F2 nisbətini tap. F1 deməli tapmışıq 12. F2 də tapmışıq 8. Bunu 4-ə ixtisar eləsək, bu olacaq 3, bu olacaq 2. Demək, cavab olacaq C variantı. Diqqətinizə görə sağ olun. Videonu bəyənin və paylaşın.